Salam şagirdlər, bu videoda Güvən 8-dən KSG 5-in A və B variantının bütün testlərinin izahına baxacağıq. Videoların davamı üçün kanala abunə olmağı, bəyənməyi və rəy yazmağı unutmayın. Baxaq uşaqlar, KSG 5-in A variantının birinci sualından. Bizə verib birinci sualda A üstəgəl 2B bölək B bərabərdir 5 olarsa, bizdən A çıxaq B bölək B-ni soruşur. Necə tapaq? Uşaqlar, gəlin birinci buna baxaq. 1-1. A bölək B üstə gələk 2B bölək B edir 2 bərabərdir 5-dirsə, onda A bölək B nisbəti 5 çıxaq 2, yəni 3-ə bərabər. Yəni biz bu ifadədə harda A böl B görsək, ona 3 deyəcəyik. Burada isə yazıram. Sualı silim, ardına yazıram. A böl B çıx B böl B edir 1 bərabər. A böl B nədir? 3'dür. Yazıram bərabərdir. 3 çıx 1 bərabərdir 2. Cavabımız olar C. İkinci sualda isə A kvadratı Y çıxaq A Y kvadratı bölək A çıxaq Y bərabər. Uşaqlar, burada A Y mötərizə xaricinə çıxarsam, qalar A çıxaq Y bölək A çıxaq Y. Bunlar ixtisar gedir, qalır A vur Y. Cavabımız olur C. Üçüncü sualda isə x-in kvadratı çıxaq 16y kvadratı bölək 4x çıxaq 16y. Uşaqlar, mən sürəti kvadratlar fərqi kimi aça bilərəm. Yəni x çıxaq 4y, bir də x üstə gələk 4y. Vurğularını ayırdım. Məxrəci isə 4'ü çıxarsam, qalar x çıxaq 4y. Bununla bu ixtisar gedir. Qalır nə? X üstə gələk 4y bölək 4. Cavabımız olar C variantı. Növbəti, yəni 4-cü sualda isə y bərabərdir 2 böl x. Funksiyasının qrafiki hansı rüblərdə yerləşir? Uşaqlar, yadınızdadırsa deyirik y bərabərdir k bölək x funksiyasının qrafiki. Əgər k müsbət idisə birinci, üçüncü rübdən, əgər k mənfi idisə ikinci, dördüncü rübdən keçirdi. Deməli, buradan yazalım da k müsbət olanda, bu da k mənfi olandadır. Deməli, indi bizdə k nədir? 2, yəni müsbət 2. Onda nədir? K müsbətdirsə, deməli, birinci, üçüncü rübdən keçəcək. Cavabımız olacaq B bəndi. 5-ci sualda isə deyir A nöqtəsi koordinatları 2, bir də n-dir. Nöqtəsi y bərabərdir mənfi 10 böl x funksiyasının qrafik üzərində olarsa n-i tapın. Uşaqlar, əgər bu nöqtə bu funksiyanın qrafik üzərində yerləşirsə, onda bu funksiyanın üzərində bu nöqtələri, bu koordinatları yerinə qoysaq, həmin nöqtəni verər. Yəni, y-imiz nədir burada? A nöqtəsinin y nədir? Y n-dir, x-i da 2-dir. Deməli, yerinə qoyuruq. N, y-in yerinə qoyurum. Bərabərdir. Mənfiyə dəymirəm. 10 bölək x-imiz nədir? 2-dir. Bərabərdir. Mənfi 5. Cavabımız olar C bəndi. 6-cı sualda isə bizə verib x-la y-in cəmin 6 və x-la y-in fərqin 3. Bizə deyir ki 1 bölək x üstə gələk 1 bölək y bölək 1 bölək x çıxaq 1 bölək y. İfadəsinin qiymətini hesablayın. Gəlin sadələşdirək uşaqlar. Ortaq məxrəc bunda nədir? X y-dir. Qalır y üstə gəl x. Bölək. Bölək uşaqlar vıraq çevirib tərs edəcəm. Yazıram x y-də y çıxaq x. Vuranda bunlar ixtisar gedir. Qalır y üstə gəl x bölək y çıxaq x. Y ilə x-in cəmi nədir? 6-dır. Bəs x-in y-in fərqi nədir? 3'dür. Deməli, y ilə x-in fərqi olacaq mənfi 3. Cavabımız olacaq 6 böl mənfi 3. Cavabımız olar mənfi 2. Cavabımız A variantı olar.
7-ci tapşırıqda isə bizə verib x kvadratı 6x və 5 bölək x kvadratı 5x və 6 vuraq x ilə -2-nin cəmi bir də x ilə 1-in cəmi. Deyir ki, hesablayın. Uşaqlar, birinci neyniyək? Baxaq birinci kəsrin surətinə. Bunu ayıraq vurullarına. Cəmi -6. Baxın, cəmi -6. Hasili müsbət 5 ilə dedilər. -5 ilə -1-dir. Düzdürmü? -5 ilə -1-in cəmi -6 idir. Hasilləri isə müsbət 5-dir. Amma cəmi 5, hasil 6 iləndirlər. 2 ilə 3-dür. X çıxal 2, bir də x çıxal 3. Vuraq. Digər kəsrə dəymirəm. İndi baxıram. X plus 1 ilə bu x plus 1 ixtisar edir. X minus 2 ilə bu ixtisar edir. Qalır nə? X plus 5 böl x minus 3. Canımız oldu. C variantı. Növbəti, yəni 8-ci suala baxaq. X çıxal 2 bölək x bərabərdir 3 olarsa, x kvadratı üstə gələk 4 bölək x kvadratı cəmini tapın. Bunu uşaqlar yazıram. X çıxal 2 bölək x-in mötərizəsinin kvadratı üstə gələk hasilin 2 misli. Eləyir 4 bərabərdir. Bax, bunun ikisinin hasili 2 misli eləyir 4. Bərabərdir. Bu nədir? 3-dür. Kvadratı üstə gələk 4. 9-un üstə 4 eləyir 13. Cavabımız B bəndi olar. 9-cu sualda isə A-nın kubu üstə gələk 3A kvadratı çıxaq A çıxaq 3 bölək A-nın kvadratı çıxaq 1 bərabər. Sadələşdirək. Buradan A-nın kvadratını çıxarsaq A plus 3. Burada mənfi çıxarsaq qalır A plus 3. Burada A-nın kvadratı çıxaq 1-ə də dəymir. Yenə kəsrin surətində A plus 3 mötərizə xaricinə çıxarsam qalar A-nın kvadratı çıxaq 1 bölək A-nın kvadratı çıxaq 1. Bununla bu ixtisar gedərək qalar A plus 3. Cavabımız olar A bəndi. 10-cu sualda isə m çıxaq 1-in üstü -2 vuraq. M kvadratı çıxaq 1-in üstü 2. Bir də vuraq m üstə gəl 1-in üstü -1. İfadəni sadələşdirin. Bərabər. Uşaqlar, gəlin hələ ki mənfiləri götürək. Yazıram. 1 bölək m çıxaq 1-in kvadratı. Vuraq. Bunu yazıram. Bunu m çıxaq 1, m üstə 1 yaza bilərəm də, düzdür. Deməli olur m çıxaq 1-in kvadratı, vuraq m üstə gəl 1-in kvadratı. Bu ayrılıqda yazdım. Bir də nə yazıram? Üstə gələk, daha doğrusu vuraq 1 bölək m üstə gəl 1. Deməli uşaqlar, diqqətlə baxın. Burada bununla bu tam gedir. Bu biri ilə bu bütöv gedir. Qalır nə? M plus 1. Cavabımız olur A variantı. Daha sonra 11-ci sualda isə 7x kvadratı çıxaq 34x çıxaq 5 bölək x-in kvadratı çıxaq 5x bərabərdir. Uşaqlar, vuruqlarını ayıraq. Gəlin diskriminantlarını tapaq. Diskriminant bərabər 34-ün kvadratı üstə gələk 4 vuraq, 5 vuraq, 7. Burada 140. 34-ün kvadratını neçə eləyər? Baxaq. 16, 13. 3 dəfədə 112 edir. 3'ün. Daha işlerim 12, 102'dir. Toplasak 6, 5, 1, 1. 1156'ın üstüne 140 gelse ilyer 1296.
1296. 1296 isə 1296 nəyin 36-nın kvadratı. Deməli, x1 bərabərdir 34 üstə gələk 36 bölək 2 etdim 14. 5. Deməli, olacaq, digərdən olacaq x2 bərabərdir 34 çıx 36 böl 14. Bu da gələcək mənfi 7-1. Deməli, gələcək 7 vuraq naxt. X çıxaq 7-1. Üstə gəl 7-1 daha doğrusu vuraq. X çıxaq 5. Vurğuları oldu bu. Burada da x-i çıxarsam qalır x çıxaq 5. Bununla bu gedir. Qalır nə? 7x üstə gəl 1 bölək x. Cavabımız oldu. Deməli 7x üstə gələk 1 bölək x. Cavabımız yəni D variantı oldu. 12-ci sualda isə 3x üstə gəl 1 bölək 2x plus 2 vuraq. Daha doğrusu çıxaq 1 vuraq x plus 1 böl x minus 1 çıxaq 1 bərabərdir. İfadəni sadələşdirin. Ortaq məxrəc birinci mötərizədə yazıram. 2x üstə gəl 2. Burada alıram 3x üstə gəl 1 çıxaq 2x çıxaq 2. Vuraq. Burada x çıxaq 1-də x üstə gəl 1 çıxaq x üstə gəl 1 bərabərdir. Sadələşdirək uşaqlar. 2-ni çıxarsam x plus 1 sürətdə isə x minus 1 vuraq. Burada da qalır nə? X star gedir. Qalır 2 bölək x minus 1. Bununla bu gedir. Bununla bu gedir. Cavabımız qalır 1 bölək x plus 1. Cavabımız olur C variantı. Keçirik uşaqlar. B variantına. KSG 5'in B variantı. Burada da demiyorlar. Qaydalar eynidir. Sadəcə sualların forması bir balaca dəyişikdir. Birincidə deyir ki, A üstə 5B bölək B bərabər 3 olarsa, bizdən A-la B-nin cəminin B-yə olan nisbətini soruşur. Uşaqlar, baxın, burada ayrıca bölsəm, A-nın B-yə nisbəti üstə gəl 5 bərabər alıram 3. Onda A-nın B-yə olan nisbəti 3 çıxaq 5'dir. Yəni mənfi 2'dir. Burada isə A böl B üstə gələk 1 deməkdir. Bu A böl B nədir? Mənfi 2'dir. Üstünə 1 də gəndə eləyər mənfi 1. Cavabımız olar B bənd. İkinci sualda isə x kvadratı B üstə gələk x B kvadratı bölək x plus B. Burada uşaqlar x B-ni mötərizə xaricinə çıxarsam qalar x plus B bölək x plus B. Bununla bu ixtisar gedir, qalır x B. Cavabımız A olar. Üçüncü sualda isə A-nın kvadratı çıxaq 9B kvadratı bölək 3A çıxaq 9B. Burada da uşaqlar A çıx 3B vura kvadratlar fərqin hasıl şəklində yazıram. A üstə gəl 3B yazdım. Məxrəcdə isə 3A, daha doğrusu 3'ü çıxarsam A çıx 3B qalar. Burada bununla bu gedər, qalar A plus 3B bölək 3. Cavabımız olar elə A variantı. Dördüncü sualda isə uşaqlar y bərabərdir mənfi 2 böl x funksiyasının qrafikinin hansı rüblədə yerləşir? Biz dedik ki, əgər k müsbət olarsa keçir birinci, üçüncü rübdən, k mənfi olarsa keçir ikinci, dördüncü rübdən. İndi k-mız nədir? Mənfidir. Yəni k bölü x-in qarşısında nə var? Mənfi var. Düzdürmü? Onda keçir necə? 2 və 4-cü rübdən. Cavabımız C variantı. 2 və 4-cü rübdən. Dördüncü. Beşinci suala baxaq uşaqlar.
Deyir ki, A nöqtəsi koordinatları M və 3-dür. Y bərabərdir mənfi 15 bölək X. Funksiyasının qrafik üzərində olarsa, deyir, N-i tapın. İnşallah burada səhvli olub. N yox, burada M demək. İndi səhvən olub da N verib. Deyir ki, M-i tapın. M-i necə tapaq? Əgər bu nöqtə bu funksiyanın üstündə yerləşirsə, onda bu nöqtənin koordinatlarını gətirib yerinə qoysa, bu funksiyada alınacaq. Deməli, yazım, y-imiz nədir? 3-dür. Yazım, 3 bərabər mənfi 15 bölək x-imiz nədir? M-dir. Buradan M-i nə taparıq? Mənfi 5. Cavabımız olar. C bəndi. 6-cı sualda isə uşaqlar. Deməli, bizə deyir, x-la y-in cəmi 4-dür. Sonra deyir, x-la y-in fərqi isə 2-dir. Daha sonra deyir, 1 bölü x-dan 1 bölü y çıxıb, daha sonra 1 bölü x-la 1 bölü y-in cəmini tapıb bir-birinə bölsək, nə alaraq? Alaraq x, y bərabərdir, y çıxar x bölək x, y bərabər x, y-də y üstə gəl x. Nə olur? Böləndə tərs çevirib vurulur. Düzdür? Yəni y çıxar x bölək x, y bura y üstə gəl x da x, y. Bunlar ixtisar gedir, qalır y çıxar x bölək y üstə gəl x. İndi y çıxar x-imiz 2-dir. Cəmi isə 4-dür. Cavabımız olar 0,5. Cavabımız D variantı. 7-ci sualda isə x kvadratı çıxaq 5x üstə gəl 6 bölək x kvadratı üstə gəl 6x üstə gəl 5. Bura x plus 5 böl x minus 3. İnşallah vurğulara ayıraq birinci sürəti. Baxaq. Burada nə almış oluruq? Cəmi 5 hasılı 6. Deməli, x çıxaq 2, bir də x çıxaq 3. Kökləri, daha doğrusu vurğular nə oldu? X çıxaq 2 və x çıxaq 3. Deməli, burada cəmi mənfi 6 asılı 5. Deməli, x plus 1, yəni mənfi 1 ilə mənfi 5-dir. Vuraq. X plus 5 böl x minus 3. Burada bununla bu ixtisar gedir, bununla bu ixtisar gedir, qalır. X minus 2 böl x plus 1. Cavabımız C olar. X ilə 3 böl x'in cəmidir 4'dür. Bizdən x'in kvadratı üstə gəl 9 böl x kvadratını soruşur. İnşallah bunu mən x üstə gəl 3 böl x'in mötəsinin kvadratı çıxaq, hasını kimisi kimi yazsam, hasını kimisi nə edir? X'i x 3 böl x avanda edir 3, 2 avanda edir 6. Bu da ilə buna bərabər, düzdür? İndi bərabərdir, bərabər. Bu nədir? 4'dür. 4'ün kvadratı çıxaq 6 edir 10. Cavabımız D variantı. 9-cu sualda isə çıxaq 4a kvadrat, çıxaq a üstə gələk 4 bölək çıxaq 1 bərabərdir. Burada a-nın kvadratını çıxarsam a çıxaq 4, çıxaq mənfini çıxarsam a çıxaq 4. Burada a-nın kvadratı çıxaq 1'ə deyilmir. Yine surətdə a-nın a çıxaq 4'ün mütəzə xalını çıxarsam qalar a kvadrat çıxaq 1 böl a kvadrat çıxaq 1. Bunlar ixtisar gedir, qalır a çıxaq 4. Cavabımız B bəndə olur. 10-cu sualda isə uşaqlar. Deməli, n çıxaq 1'in üstü mənfi 1 vuraq. N'in kvadratı çıxaq 1'in üstü 2 vuraq. N üstə gəl 1'in üstü mənfi 2 ifadəsini sadələşdir. Baxın şurada 1 bölək n çıxaq 1 bunu yazdım vuraq. Bu n çıxaq 1'in kvadratı vuraq. N üstə gələ 1'in kvadratı deməkdir bu. Bir də vuraq 1 bölək n üstə gəl 1'in kvadratı. Bununla elə bu gedir. Bununla bu biri gedir. Qalır nə? N çıxaq 1. Cavabımız olur B bənd.
Bölək. Bərabər. Deməli uşaqlar diskriminant nəyə bərabər? Biraz aşağıdan yazaq diskriminant. B kvadrat yəni 34 kvadratı üstə gələk 4 vuraq 5 vuraq 7. Bu eləyir 1296. Yəni x1 bərabər mənfi b yəni mənfi 34 üstə gələk 36 bölək 14. Bu eləyir 7-də 1. Deməli olur nə? 7 vuraq x çıxaq 7-də 1 vuraq. Bir dəfə də mənfi 34 çıxaq 36 bölək 14. Bu da eləyir mənfi 5. Bir dəfə də olur x üstə gəl 5. Burada x'i çıxarsam qalar x üstə gəl 5. Bununla bu üstə gedir. Qalır nə? 7x çıxaq 1 bölək x. Deməli 7x çıxaq 1 bölək x cavabımız olur C bəndi. Daha sonra 12-ci sualda isə 3x daha doğrusu 3 çıxaq x bölək 2x çıxaq 2 üstə gələk 1 vuraq 1 çıxaq x bölək x plus 1 çıxaq yox üstə gələk 1 ifadəsi sadələşdir. Bərabər. Keçirik buradan uşaqlar. Orta əmrədə yazıram 2x çıxaq 2. Sürətdə isə 3 çıxaq x üstə gəl 2x çıxaq 2 vuraq. Burada da x plus 1 orta məxrəc 1 çıxaq x üstə gəl 1 bərabərdir. Yine sadələşdirək. 2-ni mötərizə xaricinə çıxarsam x çıxaq 1 kimi yazdım. Burada isə olacaq x üstə gələk 1 vuraq. X üstə gəl 1-də burada nə qalacaq? 2. Bununla bu ixtisar gedir. Bununla bu ixtisar gedir. Qalır 1 bölək x çıxaq 1. Cavabımız D bəndi. Bu qədər uşaqlar. Növbəti videoda görüşərik. Allah'a əmanət. Sağ olun. Kanala abunə olmayı unutmayın.